Sabahınız xeyir olsun. Batu xeyir. Danışır Bakı. Bakı vaxtıyla saat 6 tamamdır. Səhər idmanı dersi veririk. Yer işle başlayırıq. Gelmediler. Tez olun da, aşağı düşmürsünüz, gelişine bak! Hadi Sıdıka, tez ol, tez ol! Çay içmeler mi? Ay kız gülan etiler, askarsınız, tez olun da öldünüz! Süt sağanların indice fermiye gittiler, seni soruşurdular. Dedi mi bu saat gelirəm? He dedim, Ay sağ ol! dedim ki ferma müdürünün başı karışıktır, oğulcağızını beziyir. Ananla belə kinayla danışma! Yine pul, bak hele bu pullarla sen onun evini yıkıpsan. Sana ne dəxli var axı? Yaxşı, ama Lale bizde konak kalanda, koy karnın onun gözüne görünmez. Necə yəni gözünə görünməsin? Necesi yoktur ki, ben Lale'nin yanında kızarmak istemiyorum. Uy, mənim oğlum məyər kimlə nə istəyir? Karikaturiya bakıpsa, Nəyinə baxacaq? yok niye ki, baksan yaxşıdır. Oğluna Fəxri Tembel adı veriblər, Ay ana, bəs bu şallar necə oldu? Gəlirəm abala, gəlirəm. Mən oğlumu karikatura çəkənlərdən yaxşı tanıyıram. Hələ cavandır, evlənər, ağlı başına gələr. Evlənər. Hiç bilmirəm ona ərə gitmək istəyən axmağı sən hardan tapacaqsan? Tapılar, arxayın ol, qızların minnət olsun. Amma heç kana burada yarışan qızı. Onda yaz Moskvadan göndərsinlər. Ay ana! Gəlirəm. Ay ana, bəs bu şalvar necə oldu axı? Gəlirəm abala, gəlirəm. Belə bir oğla, Moskva qızları da canla başla gələr. Amma bu xəssiyyət ki səndədir, səni kim alacaq bilmir. Vay, nə elədin arvad? Baş! Bəs deyirlər ki, mən lap sən xasiyyətliyəm.
en maraqlı və diqqətə layiq iki ustanın işidir. Bunlardan biri sosyalist əməci qəhrəmanı Bilgeyiz Məmmədovadır. Biz onunla fərqanədən tanışıq. Biz Bilqeyizlə yaxşı dostuq, özdə yarışırıq. Bəs ikinci qəhrəman kimdir? İkinci qəhrəman Böyük kişi Rəhimovdur. Cavandır, amma çox yaşlı ustadır. Böyük kişi Rəhimov dedilir. Onun sayəsində mütləq etmək lazımdır. Özdə çox da vazökardır. Deyir, mən hələ usta deyiləm, mən balaca adamam. Zəhməti sevən əsl adamlar həmişə təvazükar olur. Onunla tanış olmaq çox maraqlıdır. Yanına köylerden yüzüp giderdim. Derin deryaları yüzüp giderdim. Her bir zemetine sözüp giderdim. Aman onu bir defa görebileydim. Ona yüreğimi verebileydim. Verebileydim, bileydim, bileydim. Şehirler ötesine sevgisi var. Boşa yararmıştır ezelden olan Şamil! Ona yüreğimi verebileydim. Verebileydim, bileydim, bileydim. Ha, necəsən, hoqqabaz? Bax, sənin hər işin belədir. Hayküy salırsan, əlinənsə bir şey gəlmir. İşləmirsən, oxumursan. Özüm də alaqotu kimi boya veririm, elə mi? Bunlar çalınmış boyatıdır, sözün var öz sözü danış. Mən sənə öz sözlərimlə başlasam, sən yenə xəndəyə başvurmalı olarsan. Bura bax, zəli kimi nə yapışmısan yaxamdan? Mən səninlə heç danışmaq istəmirəm. Səninlə xahiş eləyən var? Əgər məndən xahiş etməsəydilər, mən Mən sənin yerin olsaydım, özgənin işinə qarışmazdım. axı sənin nə işlərin var ki? Zəhir var. Qatara geçin. Dayan, dayan. Yoxsa sən qonaqları qarşılamağa gedirsən. Necə məyər? Heç. Niyə gülürsən ki? Mən gülmürəm. Ha, Kamil, necəsən? Gel gelim de, gel de. Gel, gel. Sakla, konaklar gitti. Sakla, konaklar gitti. Sakla, konaklar ötüm kesti. Sakla, konaklar ötüm kesti. Şəfəq kolxozuna yaxınlaşırıq. Ha? Demək olar ki, çatmış. Əcəb, çatdıq. Şüşə. Bu zəhrimar şüşələri bu yolun ortasına kim töküb? Heç darıxmayın, eybi yoxdur. Siz təkəri düzəldincə mən tazlanı gəzərəm. Gedək. Mən tək gedirəm. Koyun geçsin, o sahəni tek gezmeyi çok sevir. Yaman şeytandır.